Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün OTK-nın 01 3-cü ay 2026-cı ildə keçdiyi buraxılış sınaq imtahanının ingilis dilinə aid olan sualların izahını verəcəm. Gəlin suallarımıza baxaq. 56-cı sualda bizdən düzgün variantı istəyir. Deməli, burada olacaq what time did they leave the city olacaq, when olacaq. Burada ümumi sual quruluşu olduğuna görə boşluğu da seçə biləcəyik. Burada düzgün cavabımız qalacaq nə? Y variantı. 57-ci sualımıza baxırıq. Burada bizdən nə istəyir? Cümlə qurmağı istəyir. Deməli, biz bildiyimiz kimi ingilis dilində cümlə quruluşu necə gəlir? İlk öncə gəlir mübtəda xəbər, sonra ikinci dərəcəli üzvlər gəlir. Deməli, baxaq cümləni nə ilə başlaya bilərik? There was ilə başlaya bilərik. Əgər there was versək, burada nə olacaq? A lot of traffic, 5, 2, sonra 3 verə bilərik, but, we, 3 olacaq. Deməli, burada da bağlayıcıdan sonra mübtəda xəbər quruluşumuz gəlməlidir. 1 olacaq. Sonra seçəcək. 2 fe'l yanaşı gəlirsə arasında nə qoyuruq? To məsdər hissəcək 6 olacaq. Sonra gəlir burada 4 yer zərfi. Sonda nəyi veririk? Zaman. In time. Deməli, burada 5, 2, 3, 1, 6, 4, 7 düzgün cavabımız nə qalacaq? B variantı. 58-ci sualımıza baxırıq. Burada bizdən düzgün deməli sözünü istəyir. Biz bilirik ki, worry about olacaq. Take, K-yə nə ilə işlənir? Of ilə işlənir. Düzgün cavabımız burada qalacaq nə? B variantı. 59-cu sualımıza baxırıq. Bizdən nə istəyir? Düzgün bağlayıcını istəyir. Düzgün bağlayıcımız da deməli burada nəyə fikir verəcəyi, tərcüməyə fikir verəcəyi. I didn't get the job. Deyir, mən işə qəbul ola bilmirəm, iş əldə edə bilmirəm. Burada olacaq, deməli, I have all necessary qualifications. Burada da olacaq all-u. Deyir, mənim lazım olan bütün keyfiyyətlərim, xüsusiyyətlərim olmağına baxmayaraq, mən işə qəbul ola bilmirəm, iş əldə edə bilmirəm. Deməli, 60-cı sualımıza baxırıq. Baxırıq ki, boşluqda hər iki tərəfində, boşluğun hər iki tərəfində sayılan tək isim var. Biz bildiyimiz kimi sayılan tək ismin qarşısında boşluq verə bilmərik. B olmaz, Y olmaz, D variantı olmaz. Deməli, cavab olaraq bizə nə qalır? B ilə C variantı. Burada bilirik ki, biz ən artiklından, qeyri-müəllik artiklından nə zaman istifadə edirdik? Sözün tələffüzünə baxırıq. Əgər sözümüz saitlə tələffüz olundu, ən-lə, samitlə tələffüz olundursa, E artiklından istifadə edirdik. Burada sözümüz samitlə tələffüz olunduğuna görə C variantı olmaz. Düzgün cavabımız qalır nə? A variantı. Hər iki tərəfdə nə verəcəyik? Z verəcəyik. Okay. 61-ci sualımıza baxırıq. I have always dreamed. Burada nə var? Deməli, have-dən sonra verbis gəlib. Deməli, biz köməkçi fe'l olaraq nədən istifadə edəcəyik? Have-dən istifadə edəcəyik. B variantı ümumiyyətlə cümlə təsdiqi olduğundan görə naiz olan variantları çıxırıq. B, Y variantı avtomatik çıxır. Deməli, burada baxırıq. Cousin sözü burada cəmdə olduğuna görə has yox, have olmalıydı. D variantı da getdi. Diddən istifadə eləyə bilməlidir. Çünki bizim köməkçi fe'limiz burada nədir? Have-dir. Have köməkçi fe'lindən istifadə eləyəcək. Ona görə düzgün cavabımız qalacaq nə? A variantı. Altmış ikinci sualımıza baxırıq. Burada yenə bizdən nə istəyir? Düzgün variantı istəyir. Baxırıq ki, cümləmiz nədədir? İnkardadır. Cümləmiz inkardadırsa avtomatik A, D variantı gedir. Burada da gör ki, heç bir isimimiz falan yoxdur. Any ola bilməz, every ola bilməz. Düzgün cavabımız burada nə qalacaq? Anything olacaq. Okay. Burada da baxırıq. Burada da nədir? Cümlə tamamlamağa aiddir. Boşluqdan əvvəl nə gəlib? Deməli, təkli olan isimimiz gəlib, planet sözü gəlib. Deməli, which-lə verə bilərik, that-lə də verə bilərik. Baxaq görək. Əgər which-lə versək, burada xəbərimiz nədə olmalıydı? Təkli olmalıydı. Xəbərimizi cəmdə verib A variantı olmaz. B variantı burada birbaşa xəbər verib özündən sonra B variantımız ola bilməz.
D variantında deməli isim plus what işlənmir. D variantımız ola bilməz. Y variantında isə V-dən sonra birbaşa xəbər verə bilmərik. Ona görə düzgün cavabımız nə qalacaq burada? C variantı. Okey, 64-cü sualımıza baxırıq. Burada bizdən deməli düzgün zaman formasını istəyir. Deməli I don't know deyir, mən onu belə deyək, onun bacısı oğlunun, qardaşın oğlundan söhbət gedir. Bacısı oğlunun, qardaşın oğlunu tanımıram. I have never seen him before. Yəni mən onu əvvəllər heç vaxt görməmişəm. Bir də hər şey okeydir. I haven't known deyir, mən onu tanımıram. Əvvəllər onu görmüşdüm. Burada 2 ola bilməz. Zaman uzlaşmasında da fikir versək, zaman uzlaşması ilə də belə fikir verəndə, tərcümə ilə də fikir verəndə düz gəlmir. I didn't know, I had never seen deyir, mən onu tanımırdım. Əvvəllər onu heç vaxt görməmişdim. 3-də hər şey okeydir. Düzgün cavabımız burada A variantı qalacaq. 65-ci sualımıza baxırıq. Deməli, burada bizdən nə istəyir? Məchul növbəsi çevrilə biləcək nə istəyir? Cümlələri istəyir. Biz bilirik ki, məchul növbə çevirmək üçün ilk növbədə nə olmalıdır? Xəbərimiz təsirli feil olmalıdır. Təsirli feillər hansıdır? Azərbaycan dilində bildiyimiz kimi təsirli halın sualına cavab verənlə deməli feillərimiz, yəni xəbərimiz nəyə çevrilə bilir? Məchul növbə çevrilə bilir. Yəni kimi, nəyi sualına cavab verənlər. Okey, silib yatmaq, nə etmək? Bilirik ki, nədir? Təsirsizdir. Düzdür? Ona görə 1 ola bilməz. Aydındır? 2-də hər şey okeydir. Feilimiz təsirli feildir. Özündən sonra tamamlığı da gəlib. Hər şey okeydir 2-də. 3-də organize təşkil etmək. Nəyi? Özündən sonra tamamlığımız da var. Hər şey okeydir. Arrive gəlib çatmaq, nə etmək? Təsirsizdir. Ona görə düzgün cavabımız nə qalacaq burada? D variantı. 66-cı burada promise söz var. Promise olduğuna görə elə bir də biz nəyi verəcək? To help olacaq. Düzgün cavabımız nə qalır burada? D variantı. 67-ci sualımıza baxırıq. Burada bizdən nə istəyir? Düzgün cümlələri istəyir daha doğrusu. Bu da uzlaşma mövzusuna aiddir. Baxaq. Bir də the teacher. Burada explain yox, explains olmazdı. Xəbərimiz üçüncü şəxsin təkində olmalıydı. The girl with. Burada with-dən əvvələ baxırıq. Deməli, cümlədə sözün varsa, uzlaşmada sözündən əvvəl gələn sözə baxırıq. Girl sözü təkdə olduğuna görə xəbərimizi təkdə verib. 2-də hər şey okeydir. Deməli, 3-ə baxırıq. Yenə burada sözünü var. Sözündən əvvəlki sözümüzə baxırıq. Təkdə olduğuna görə xəbərimiz təkdə olmalıydı, amma burada xəbərimizi cəmdə verib. 3 ola bilməz. The habit of. Yenə burada sözünü işlənib. Sözündən əvvəlki söz təkdə olduğuna görə xəbərimiz təkdə verib. Hər şey okeydir. Düzgün cavab qalır 2, 4, 67-də Y variantı. Altmış 8-də sözləri düzgün definitionlərlə nə demək istəyir? Uyğunlaşdırmağı deyir bizə. 68-də deməli confidence, özünə güvənən. Burada believe in your ability to think and be successful. Burada deməli 1-ə gələcək B. 2-də bu söz əliaçıqlıq deməkdir. Əliaçıqlıq sözü olacaq readiness to give or to share. Burada gələcək C variantı. Evidence sözdə nədir? Sübut, dəlil. Buna da gələcək A variantı. Deməli 1B, 2C, 3A. O da variantımız olacaq 68-də D variantı. 69-cu sualımıza baxırıq. Deməli, burada bizdən nə istəyir? Düzgün modal feil istəyir. Baxaq görək. Deməli, so they bought a second hand one a good repair. Deməli, burada baxırıq. Əslində cavab olaraq cümləmiz ikinci tərəfimiz keçmişdi. Baş cümləmizdə bu da cümlə keçmişdi. Baş cümləmizdə keçmişdi olmalıdır. Baxaq keçmişdə olan neçə variantımız var. Deməli Y, A, D variantı. B ilə C-ni avtomatik çıxırıq. Həm də burada able-ın to'su yoxdur.
Fikir versək ki, deməli, A-nı götürsək avtomatik Y variantı olmalıdır. Həm də ki, tərcümə ilə cavabımız elə nə qalacaq burada? Tərcümə ilə couldn't qalacaq, D variantı. Deyir, biz yeni maşını ala bilmədik. Nəyə görə ala bilməyiblər? Ona görə ki, bunun üçün də they bought a second hand one in a good repair. Yəni, pulları olmadığına görə yeni maşını ala bilməyiblər. Ona görə də necə maşın alıblar? İkinci əl maşını alıblar. Yəni, köhnəsini alıblar. Ona görə düzgün cavabımızda nə qalır? D variantı qalır. Həm də ki, belə çıxdaşla da budaq cümləmiz keçmişdəsə, avtomatik baş cümləmiz də keçmişdə olacaq. İndiki olanları çıxırıq. Həm də burada to'su yoxdur. Cavab qalır A, D, yenə dediyim kimi Y variantı. A-nı götürsək avtomatik Y variantı olmalıydı. Ona görə düzgün cavabımız nə qalır? Burada D variantı. 70'də bizdən nə istəyir? Possessive case, yəni bizdən isim yəlik halını istəyir. Baxaq görək. Deməli, birdə belə baxıram ki, hər şey okeydir. Yəni boş apostrof S, apostrof S-dən sonra nə gəlib? İsimimiz gəlib. Burada hər şey okeydir. Bir də heç bir yanlış yoxdur. Every'dən sonra bildik ki, cəm isim gələ bilməz. Woman burada kökündən dəyişib cəm isim gəlib. 2 ola bilməz. Burada da biz bildik ki, apostrof S-dən sonra yer mənalı isimlər ixtisara düşə bilir. Burada da yer mənalı isimimiz ixtisara düşə bilir, amma hər şey burada qaydasındadır. Dördüncü bəndimizə baxırıq. Rəqəmdən sonra biz bilirik ki, nətər isim gəlir. Rəqəmdən sonra cəm isim gəlir. Burada apostrof S-dən sonra olmalıydı. Ona görə düzgün cavabımız qalır 1 üst nə? D variantı. 71-ci sualımıza baxırıq. Yenə buradan bizdən düzgün variantı istəyir. Biz bilirik ki, a little-dan very var. Very'dən sonra nətər əvəzlik gəlir? Üzr istəyirəm. Sifətin hansı dərəcəsi gəlir? Deməli, very'dən sonra gəlir adi dərəcə. Baxaq görək. A little işlənirdi. Müqayisə dərəcəsindən B variantı olmaz. Deməli, burada bizə lazımdır look. Look varsa, görünmək mənasında. Deməli, nə ilə təyin olurdu? Sifətlə təyin olurdu. D variantımız da ola bilməz. Mustdan sonra bilirik ki, nətər sifət gəlir? Sifətin müqayisə dərəcəsi gəlməli idi. C variantımız ola bilməz. Enough'dan, burada da enough sifətdən, zərfdən əvvəl gələ bilməz. Sifət və zərfdən sonra isimdən əvvəl gəlir. Y variantımız da olmaz. Düzgün cavabımız nə qalır burada? 71-də A variantı. Okey, mətnimizə baxırıq. Mətnimizi uzun-uzadıcı oxumayacağım. Əvvəlin bir neçə cümləsini oxuyacağım. Sonra suallara baxıb, suallar üzərindən mətnini təhlil edəcək. Many people are worried about the world continued dependence on petroleum and coal and energy sources. These are not green sources of energy because smoke is produced when they are burned. The smoke causes pollution in the environment. In addition, coal and petroleum are not renewable resources, which means deməli, that once they are used, they cannot be replaced. Baxaq görək. As result, the problem, deməli, as result, the world may face energy shortages in the future. Baxaq görək. Suallarımız bizdən nə istəyir? Okey. Burada 72-də deyir ki, cümləni tamamlayın. Wind, deməli, turbines görək burada nə istəyir. Bu da səhv eləmirəmsə, mən mətnə baxmışam, mətnin sonuncu bəndində olmalıdır. Görək burada bizdən nə istəyir. Deməli, A-da deyir ki, are located on wind farms and resemble windmills. Baxaq görək. Bax, buradadır. Wind energy is produced by wind farms which are large areas containing many wind turbines. Bir də deməli hər şey okeydir. 2-də our devices transform solar energy into electricity. Baxaq görək. Burada source of energy. Burada nədən deyir ki, günəşdən enerjini alır. Xeyr, burada günəşdən yox. Nədən alır? Küləkdən. Ona görə 2 ola bilməz. Are like windmills and generate energy from wind. Burada hər şey okeydir.
Burada sonuncu cümləmizdə var idi. Baxın burada. Deməli, 4-də our equipment with three tiny arms that rotate slowly. Burada tiny yox, geniş ərazidən large olurdu, large. Ona görə D variantımızda olmaz. Düzgün cavabımız qalır nə? D variantı. 73-də yenə bizdən burada düzgün variantı istəyir. Deyir mətnə uyğun hansı bəndimiz doğrudur. Baxaq görək ki, when petroleum coal are consumed, this will eventually lead to resource shortage. Burada elə ilk deməli paragrafımızda səhv eləmirəmsə var idi bu. Baxın burada result will then face energy shortage in the future. Bir də deməli sevgili resource shortage. Burada hər şey okeydir. 2'də solar panels absorb energy from the wind and transform it into electricity. Burada deməli wind and xeyr, bu iki burada yanlışdır mətndə. Mətnə uyğun. Çünki bu yox idi orada. Solar energy can be used in places where electric power lines are not accessible. Burada 3'də hər şey okeydir. 3'də yanlışımız yoxdur. D variantı burada doğru cavabımız olacaq. Baxaq görək. Baxaq görək. 74-cü sualımızda. Deyir ki, mətnə uyğun mətnə nə haqqındaydı? 74-cü sualımızın mətni nə haqqında olurdu? Biz bilirik ki, burada nədən söhbət gedir? Enerji mənbələrindən söhbət gedir. Düzgün cavabımız nə qalacaq burada? C variantı qalacaq. Okay. What are the advantages of renewable energy sources? Yəni deyir ki, yenilənmiş enerjilərin faydaları nə idi, üstünlükləri nə idi? Burada açıq aydın deyir ki, because of the problem many people trying to renewable, sustainable and green energy sources. For example, of green energy sources, solar power, which is produced by solar panels. Solar panels are devices that absorb energy directly from the sun and transform it into electricity. Baxaq görək. Renewable energy sources are natural sources of energy that will never run out. Deməli, burada birdə hər şey okeydir. Birdə hər şey okeydir. Birdə heç bir yanlışımız yoxdur. Like petroleum and coal are renewable energy sources cause air pollution. Xeyr, əslində deyir ki, çirklənməyə səbəb olurdu. Xeyr, çirklənməyə səbəb olmurdu. 2 ola bilməz. Deməli, like petroleum and coal. Yəni deyir ki, benzin və kömür kimi deyir ki, nəyə səbəb olurdu? Çirklənməyə səbəb olurdu. Havanın çirklənməsinə xeyr. Çirklənməyə səbəb olmurdu. 2 olmaz. Deməli, renewable energy sources increases our dependence on coal and petroleum. Əslində bu da yanlışdır. Deyir ki, yenilənmiş enerji bizi nə, belə deyək, kömür və nədir? Benzindən, neftdən nə inir? Asılı vəziyyətə salır. Xeyr. Üçdə yanlışdır. Renewable energy help reduce global warming by lowering carbon dioxide emissions. Burada hər şey okeydir. Düzgün cavabımız nə qalacaq burada? 1 ilə 4. Yetmiş altıncı sualımıza baxırıq. 76-cı sualda write synonym of the word issue. Burada sözümüzün paragraf 1-də sözümüzün deməli nəyin istəyir? Burada sinonimin istəyir. Gəlin baxaq. Paragraf 1-də deməli dərdir about the continuous sources organization the price when fermented coal petrol membership set. Səbəbləməsə burada problem deyil. Burada da problem sözü olmalıdır. Issue sözünün sinonimi problem sözü olacaq. 76-cı sualımızda nə olacaq? Problem.
77-ci sualımıza baxarıq. To have a similar appearance to somebody something, yəni xarici görünüşsə kiməsə və nəyəsə oxşamaq. Burada da olacaq look like. Neçənci paragrafda istəyir? 3-cü paragrafda səhv eləmirəmsə orada look like olmalıdır. Look like. Gəlin baxaq. Baxın, paragraf üstə. Look like. Düzgün cavabımız look like olacaq. 77-ci sualımızda. 78-ci sualımıza baxılır. Solar panels are, deməli neçə paragraf 2-də. Ən azı 2 söz nə etməliyik? Sinonimlərini əvəzləməliyik. Baxın görək. Okay, bu cümlədə solar panels are. Deməli, gəlin görək hansı sözü sinonimlərini əvəzləyə bilərik. Deməli, devices sözünü burada əvəzləyə bilərik. Tools sözü ilə. Absorb sözün is, deməli, burada əvəzləyə bilərik. Use sözü ilə. Baxaq görək. Transform sözündə əvəzləyə bilərik burada nə ilə? Baxaq görək. Transform sözündə əvəzləyə bilərik turn sözü ilə. 3 dənəsini nə etdik? 2 söz istəyirdi, biz 3-ün dəyişdik. Okay, burada 79-cu sualımızda nədir? Essaydə bunu özünüz yazmalısınız. Can you imagine the world without electricity? Deyir ki, belə deyək, dünyanı elektriksiz necə təsəvvür edərdiniz? Edirsiniz, edərdiniz. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.